Herkese salam. Bugünləri belə bir vlog çəkmək istədim. Gündəlik bir vlog olacaq. Həm də ki, bu günləri mənim YouTube kanalımın 1 ili tamam olur. Keçən il bu vaxtlar mən ilk dəfə video vlog çəkmişdim sizlər üçün, amma çox da tanınmaq istəmirdim. Amma indi baxıram ki, artıq mənim 5-6 nəfər də olsa, mənim üçün amma çoxdur. İzləyicilərim var, amma mən də onları izləyirəm. Yəni bir-birimizə dəstək olaraq bir qadın olaraq. Ona görə mənə də çox xoşdur. Belə. Mən bu orxideya mənə yoldaşım hədiyyə eləndə 8 martda 3 dənə açılmamış tumurcuğu var idi. 3 dənədən ikisi açıb, bir dənəsi qalıb burada. Ona gedim sizinlə paylaşım. Bilməm orxideya sevirsinizsə yox. Mən çox bəyənirəm. Cürəbəcür rənglərdə olur. Amma nədənsə seçimim əvvəldən sarı rəng olmuşdu. Demişdim ki, alsam mənim üçün oranjov tonlu alarsan. Çünki oranjov rəngi çox sevirəm. Belə, buna qab almaq istəyirəm ki, belə neakuratlı görsənməsin. Çünki düzdür, bu sevmir dəyişməyi. Amma prosta qabını alacağım ki, görsənməsin çox da. Amma belə su verəndə çıxartacağım, suyunu verəcəm, tezdən yenə qabına qoyacağım. İndi aldıqda sizinlə bölüşəcəm. Keçid edim bu güllərimə, bitkilərimə daha doğrusu. Bunu da yeni almışam. Bu mənim ilk dipçəyimdir. Yəni onu mənə rəfiqəm tərəfindən hədiyyə olunub. Və çoxdur mənim üçün düşünürəm. İstəyirəm onu yeni bir qablaşmaya əlavə edim. 2 dənə olsun. Çox tutmaq istəyirəm güllərimi. Bu da isə qadın xoşbəxtliyi gülüm. Artıq gülüm verdikdən sonra qurumağa başlayır. Çünki bu bitkilər belə olur. Amma bu mini versiyasıdır. Keçid edirəm bu hal-hazırda istifadə etdiyim günəş kreminə. Çünki hava günəşlidir. Mən də günəş kremi istifadə etməliyəm. Bunu isə mənə hədiyyə olunmuşdu. Trendyoldan zakaz olunub. Bilməm buralarda bu günəş kremi var ya yox. İçərisində az qalmalıdır. İstifadə edim. Hətta biri də var məndə. Onu da istifadə edirəm. Aksesuarlardan bu sırğaları taxacağım. Daha sonra belə bir eynək. Buna Tem'dan sifariş vermiştim. Bunu gündəlik olaraq istifadə edirəm. Çox qəşəng nəmləndirir dodaqları. Və bir də bu sırğalarımı istifadə edəcəm. Ətir olaraq da belə bir Faberlic'in ətiri var məndə. Düzələ də çox ürəyim getmir, amma istifadə edirəm də. Aksesuarlardan isə adicə bir dənə sadə təbii daşlarımdan istifadə edəcəm. Bu da belə bir dağ bülluru. Dağ kvarsı gedir səhvləmirəmsə. Belə qəşəng. Çox bəyənirəm. Aksesuarlarım çoxdur. Amma buralar bilirəm ki, dağınıq vəziyyətdədir. Amma bəlkə yığışdıranda, təmizliyi eləyəndə onun vlogun içərisinə əlavə edərəm. Çanta olaraq bu çantanı götürürəm. Kimin belə kurtka, sadə cins və ugilər giyindim. Əslində ugilərimi yığışdırmalıyam. Çünki artıq yaz gəlib. Bu da qış havası yaradır. Sadəcə istəyirəm bugünü də yola verim. Sabahdan krasovkaya keçəcəm və bunları da qəşəng yuyub gələn qışa saxlayacağım. Amma çox rahat idi. Qışı qəşəng keçirdim bunlarla. Belə getdik. Yazın gəlmişik. Görürsən deyirəm yağışla da yağacaq. Burada isə artıq bitkilərim üçün dibçək qab almışam və evə gedəndə dibçəklərimi birlikdə dəyişəcəyim və belə deyim. Hava çox gözəl idi, əsl belə kitab oxunası bir hava idi. Mən də artıq bir 4-5 səhifə kitab oxudum. Belə bir torpaq almışam. İndi hal-hazırda bu torpağın hamısını istifadə etmək istəyirəm ki, qalmasın. Belə bir qabım var. İçində də biraz bitkiləri var. Bunu da yeni aldım. İstəyirəm bunu həmin bu qaba yerləşdirmək istəyirəm. Qəşəng belə. Həm də bu artandı. Qoy yeri geniş olsun, rahat inkişaf eləsin. Bunu isə istəyirəm 2 dənə eləyim. Çünki dibində bitkiləri ayırıb. Bununla bunu ayırmaq istəyirəm. Belə bir qab aldım. Onun içərisine düzəcəm.
Son vəziyyətini sizinlə paylaşaram. Aldığım qablardan çox razı qaldım. Bu gördüyünüz qabı 1 manat 50 qəpiyə almışam. Amma ağ qabı isə 2 manat almışam. Əslində qabları hər insan, hər necə deyim, mağaza bir cür qiymətə satır. Məsəl üçün birinci aldığımı məsəl üçün o satıcı daha münasib verdi, amma ikincini alan qadın isə daha baha verdi, elə bilirəm. Amma yenə də olsa aldım, amma biləsiniz ki, yəni qablar da əslində bahalı qablar deyillər. Sadəcə kim necə satır, kim necə yəni qiymət qoyur belə. Bitkinin birini ayırdım. Belə 5 dənəli budaqla alındı, amma bu artacaq. Və bura yerləşdirdim. Çox gözəl görsənir həqiqətən də. Burada tutu quşunun yeri çatmır bircə. Onu da inşallah gələcək günlərdə almaq istəyirəm. Bu isə ikincidir. Ayırmışam. Burada isə 6 ədəd olmalıdır. Bunun da yanında göstərilir ki, balaca körpələri var artıq və onlar da bitəcək yanlarından. Ümumiyyətlə bu artan bir bitkidir və bunu mənə rəfiqəm hədiyyə eləmişdi və ona öz təşəkkürümü bildirirəm. Çünki çox həqiqətən də bitkilərə qarşı mənə daha da maraq oyatdı. Ondan sonra mən bitkilərə qarşı daha belə həssas yanaşmağa başladım. Və bu da hazırdır. Bunu da aparıram. Qoyuram yerinə. Səliqəli görsənsin. Və keçək yeni aldığım yeni bitkiyə. Bu bitkinin adı isə kalanxoya bitkisidir. Mən də elə yeni tanış oluram bu bitki ilə, ilk dəfə də görürəm. Rəngləri cürəbəcür idi. Mən amma aranjını daha çox bəyəndim. Ona görə də bunu əldə etdim. Və qablaşmasını dəyişdim. Belə dibçəkləri əkdim. Torpaqları təəssüf ki, az çıxdı. Amma bilməm necə olar. İnşallah ki, ümid edirəm yaxşı olar. Onu da burada belə qoydum. İndi isə orxideyama istəyirəm suya qoyum onu. Çünki almışam və suya qoymamışam. Bunu artıq bir 3 dəqiqə qoyacağım. Və başlayacağım belə limonlu suna, yarpaqlarına qəşəng silməyə ki, su ehtiyatı çox olsun ki, susuz qalmasın. Çox yarpaqlarına fikir verin ki, yarpaqları yaşıl olsun, yarpaqlarında saralma olmasın. O zaman orxideyalarımızın ömrü uzun olacaq. Orxideyam da yavaş-yavaş açır. Burada biraz tumurcuqları var, bunlar da açacaq, bu da açacaq. Bunun rəngi isə belədir. Bunu da saxlamışam. İndi isə yarpaqlarına. Mən təəssüf ki, bunu alanda yarpaqlarına baxmamışdım. Hələ onda anlayışım yox idi. Yarpaqları baxıram ki, çox saraldı, tez saraldı. Amma təəssüf, kaş ki baxardım. Həm də bunu elə bağlamışlar ki, kulokun içində. Yarpaqlarını görmürdüm. Buna görə də baxın, bu hissəni deyirəm. Bu hissə belə saraldı. Bilməm necə olacaq gedişat. Bu haqqında gərək yaxşıca məlumat toplayım. İstərsən gələcəkdə yenə öz orxideya alarsan, deyərəm ki, hə, alaram. Çünki o qədər xoşuma gəlir ki. Bu orxideyamı isə televizorun yanına qoyuram. Çünki orxideyalar xoşlayır ki, onlara dəyib dolaşan olmasın və yer rahat olsun. Mən düşünürəm ki, yeri burada daha rahatdır. Çünki orada çiçək açmışdı. Həftə sonu rəfiqəmlə görüşəcəm. Ona görə də onun üçün belə bir hədiyyə hazırlamışam. Çünki o çox kitab sevəndir. Bu kitabı isə fevralın əvvəli sifariş vermişdim. İkinci nəşrə gedirdi. Mən də sifariş vermişdim ki, kitab artıq nəşr olunduqdan sonra isə gedim, əldə edim və bugün əldə etdim. Oxuyub, mütaliə edib sizinlə paylaşacağım. Belə, iftarımı açdıqdan sonra kofe könlümdən keçdi. Kofe datdım.
Siz də əgər oruç tutursunuzsa, orucunuz qəbul olsun, niyyətiniz qəbul olsun. Burada isə yel çərşənbəsi idi. Mən də belə yüngülvari, Novruz atributları ilə birlikdə yel çərşənbəsini azca da olsa belə qeyd etmiş kimi oldum. Burada isə kofemin yerini dəyişdim. Çünki Ramazan olduğuna görə hər gün 4 ya 6 ya 8 səhifə Quran oxuduğuma görə artıq kofemi da Quranımı oxumağa başladım. Artıq vlogumun sonuna çatıram. Bu vlogu kanalımın bir illiyinə həsr etmişdim. Sona qədər izlədinizsə sizə təşəkkürümü bildirirəm. Sağ olun.